Mənim üçün mənim həyatımı nağıl eləməkdənsə gedin öz həyatınızı nağıl eləyin. Yaxşı? Siz özünüz küçələrdəsiniz. Ən azından mən 3 dənə uşağımı bağrıma basıb kirada da olsa belə kiminsə qapısına gedib çörək istəməmişəm. Bəli, mən başa düşdün? tək mən alqışlayıram o qadını. Sənin haqqın yoxdur mənim haqqımda. Otur yerində. Bunu qədər pul kazanır. Evet, daşı düşsün başıma səni. Bu kadar pul kazanır. Oturmuşsan TikTok'ta dilene kalmışsan otur. Getir sen de dilenmişsin ha. Dilenmişsin ha. Hey, her uşakın başı koymuş. Ben uşağı götürüp kaçırsan o kanala Hey, saklayabilirim sen uşağı kaçır. Ben uşağı kaçır. En azından 14 il 15 ildir ben balalarımı sinema Bu güvenliğe göre uşağı kaçır sizden. Korkusundan kaçır. Kaçırdığın yerde. Sen otur yerinde. Sen otur öz işini halleder. Evlatlar o vəziyyətdə tərbiyə ala bilməz. Sen aza namaz işlerin, sen namaz işlerin. Uşağa siz şiddet göstermişsiniz. Sen otur oturduğun yerde. Sen benim birisinden haber verebilmezsen bana. Yok. Uşaq evdə təkdir, mən bilməli deyiləm, mənim uşağım hara gedir. Xahiş edirəm, artıq dərəcədə. Mənim haqqımda siz fikir bildirin. Xanım, mən sizin elə haqqınızda fikir bildirmək üçün burada varam. Sizə sərf eləmir. Nə eləməliyəm? Sizin yanlışlarınız. Birinci dəfə görürəm ki, ekspertin belə cavabını verirlər. Süper.